Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Salihlərin Baxsası kitabında 25-ci bölümü davam edirik. Bu bölümdə axırıncı hədisi oxuyacaq. Yaxşılığı, əmanəti yerinə yetirmənin əmri olunmasıdır. Bu bölüm An Əbi Xubeyb. Əbi Xubeyb Abdullah ibn Zübeyr. Abdullah ibn Zübeyrin kunyasıdır. Əbu Xubeyb, Zübeyrin oğlu Abdullah. Radiyallahu anhuma. Qal, فَلَمَّا وَقَفَ الزُّبَيْرُ يَوْمَ الْجَمَلِ دَعَانِ Cəməl günü, o vaxt Zübeyir o gün dayananda məni çağırdı, Abdullah'ın yani oğlunu çağırır. Ben de onun yanında durdum. Dedi ki, ey olacağım. Bu günləri qətl olunan ya zalimdir ya məzlumdur. İki müsəlmanların arasında düşən fitnədə. Mən görürəm ki, bugün mən məzlum kimi qətl olunacağım. Elə hiss edir ki, məzlum kimi qətl olacaqdır. Mənim ən böyük kədərim mənim üzərimdə olan borcumdur. Borcu olur. Əfətara deynənə yubqi min mədinə şeyən. Thumma qal, sonra dedi ki, ey olacağım. Malımı saat, borcumu ödə. Sonra 1/3 vəsiyyət edir. 1/3 Zübeyrin, Abdullah ibn Zübeyrin oğlanlarına, öz nəvələrinə vəsiyyət edir. İnsan malının 1/3 vəsiyyət edə bilər. Nəvələr, oğul varsa nəvələr varis ola bilmir. Və thulusihi libanihi. Yəni Abdullah ibn Zübeyrin. Yəni 1/3 də nədir? Abdullah'ın oğlanları üçündür. Demək, oğlanlar üçün vəsiyyət edir. Diğer oğlanların üçün vəsiyyət edə gələn 1/3 libanihi, yəni Abdullah ibn Zübeyrin sırısız 1/3 də Abdullah ibn Zübeyrin oğlanları üçün qəsd edir. Yəni vəsiyyət elədiyi 1/3. Yaxşı. Çünki insan 1/3-dən artıq vəsiyyət edə bilməz. Ən çox 1/3 vəsiyyət edə bilər malın. Əgər malımdan bir şey qalarsa da, borcu verdikdən sonra onun 1/3 sənin uşağın üçündür, oğlanların üçündür. Hişam deyir ki, وَكَانَ بَعْدُ وَلَدِ Abdullah, yəni Abdullah ibn Zübeyrin bəzi oğlanları deyir, قَدْ وَازَ بَعْدِ بَنِ زُبَيْرِ خُبَيْبُ وَعَبَّدِ وَلَهُ يَوْمَدٍ تِسْعُ بَنِينَ. Yəni həmin o Abdullah'ın oğlanları bəzisi eləmişdir. Xubeyb və Abbad bundan çox olmuşdu. Bunlar bu qardaş uşaqlarından çox idi öz evlatları. Həmin gün isə onun 9 oğlu, 9 qızı var idi. Abdullah ibn Zübeyrin qardaşlarından da çox idi evlatları. Abdullah deyir ki, mənə atam vəsiyyət elədi. Yəni Zübeyir öz borcunu və dedi ki, ey olacağım, əgər aciz olsan onu verməkdən Mövlana sığın, Mövlandan kömək istəyən. Mövlamdan kömək istəyən, Mövlamdan. Şey də deyir ki, Abdullah, Allah'ın da olsun ki, mən dərk eləmədim deyir, nə istəyir. Hətta deyir, ona soruşdum ki, ey atacan, sənin Mövlan kimdir? O dedi ki, Allah'dır mənim Mövlam. Abdullah ibn Zübeyir deyir ki, Allah'a and olsun ki, elə bir onun borcunu verməkdə hər hansı bir kədərə düşərdimsə də, deyərdim ki, ey Zübeyrin Mövlası onun borcunu qaytar yenə. Yəni, onun borcunu verilməkdə, yəni köməklərdə borcu qaytarmaqda. Və onu neyərdi, qaytarardı həmin borcu. Qal, fəqutilə Zübeyir qətlə yetirildi. Nə bir dinar, nə bir dirham qoydu getdi. Yalnız yerlər qoyub getmişdi, torpaq, evlər belə. Yə Mövlə Zübeyir, aşağıda həmin o torpaqlardan məsələn bir dənə meşə qoymuşdu. 11 dənə Mədinədə ev var idi. Bələcə torpaqdan tikilirdi də. İkisi Bəsrədə idi, biri də Küfədə idi, biri də Misirdə idi evinin.
قال وإنما كان دينه الذي كان عليه أن الرجل كان يأتيه بالمال. Yani yaş borcu neydi? Ne borcuydu? Borcu deyir oydu ki bir kişi deyir ona deyir pul getirirdi. Pul getirirdi ki onun yanında emanet koysun. Emin adam idi diye emanet olarak koyardı. Zübeyir de deyirdi ki xeyr. Lakin bu bir borçdur. Ben qorxuram ki birdən itər də, emanet itər. Borc kimi yazıram, belə borcumu. Demək, əmanətləri borca çevirib də kişi. Təsəvvür edəsən. Yani çünkü bu bütün dövüşlere çıxırdı Zübeyir radiyallahu anh, Peygamber sallallahu aleyhi ve sellem'den bütün dövüşlerde olmuştu. Abu Bekir'lə də, Ömer'lə də, Osman'la da. Abdullah deyir ki فَحَسِبْتُ مَا كَانَ عَلَيْهِ مِنَ الدِّينِ فَوَجَدْتُهُ أَلْفِ وَمِيَتِي. Yani 2 milyon 200 bin borcu var. Hesapladım ki 2 milyon 200 bin bunun neyi var? Borcu vardı. Ve deyir Hakim İbn Həzəmlə rastlaşdı. Hakim İbn Həzəm Abdullah İbn Zübeyrlə rastlaşır. Ona deyir ki ey kardeşim oğlu, kardeşimin ne kadar borcu var? Ben de gizlətdim ondan, dedim ki 100 bin. Gizlətdim, dedim 100 bin. Hakim deyir ki sizin deyir malınız bunun 9'udur. Yani ödeyebilirsen de yani. Abdullah deyir ki bəs desem ki 2 milyondur ve sual şimdi 2 milyon 200 bin desem o da deyir ki siz onu vermeye bacarmarsınız. Eğer aciz olsanız bir şey benden kömək isteyin. Bunu Hakim İbn Həzəm deyir. Ve kâne Zübeyir kad iştərəl gâbete. Zübeyir radiyallahu anhu bir meşe almıştı. Demək ne kadar mı? 170 mine almıştı. Bi-70 ve 100.000. 170 bine bir şey almıştı. Abdullah onu 1 milyon 600 bine satmıştır. Yani bir növ şeylemişti daha, satışa koymuştu. Sonra deyir ki kimin Zübeyir'e üzerinde borcu varsa gelip burada pay götürsün. Bu torpaqdan pay götürsün. Abdullah ibn Cəfər deyir ki Zübeyir'e ki atanın mənə 400 bin borcu var. Abdullah deyir ki istəyirsənsə sizə onu tərk edərəm, yəni verərəm, keçərəm pulu. Abdullah deyir ki xeyr, deyir istəsəniz geyişdirin. Nə qədər geyişdirirsə geyişdirin da yəni. Abdullah deyir ki gene yox. Onda deyir ki bu torpaqda mənə yer ver. Yəni 400 binlik nədir? Yer bu şey. Abdullah da deyir ki buradan bura bax sənindir. Buradan bura sənindir ve borcu ödüyor. Sonra yerde 4 pay yarım kalır. 4 pay yarım kalır, gelir Muaviye'nin yanına ve onun yanında Amr ibn Osman olur. Munzir ibn Zübeyir, İbn Zam'a olur. Bunlar hamısı hem belediyede Abdullah ibn Zübeyir'in bunlara ne olur? Borcu olufdur. Muaviye deyir ki, fekallahu Muaviye. Abdullah'a deyir ki, meşe neçə qiymətləndirilibdir? O deyir ki, her səhmə bir paya 100 bin. Her paya 100 bin. Deyir, nə qədər qalıb? Deyir, 4 pay yarım qalıbdır. Əl-Munzir ibn Zübeyir deyir ki, mən bir pay 100 binə götürürəm. Amr ibn Osman deyir ki, mən də deyir, bir payı 100 binə götürürəm. İbn Zam'a deyir ki, mən də bir payı 100 binə götürürəm. Üçü götürdü. Qaldı bir pay yarım. Muaviye deyir ki, nə qədər qaldı? Deyir, bir pay yarım qaldı. Deyir, mən də onu 150 binə götürürəm. Bir pay yarımı 150 binə götürürəm. Abdullah ibn Cəfər öz payını da Muaviyə satır. Neçəyə satır? 600.000. 600 binə də öz payını Muaviyə satır, götürdü. O vaxt ki Zübeyir borcu verib qutarır. Zübeyir'in olanları deyir ki, mirasdan bizim payımızı bölgünən. O da Allah'ın istəyir ki, bunu sizin aranızda hamısını yığır ora çağırır. Deyir ki, 4 mövsüm keçmədiysə verə istəyirəm. 4 mövsüm, yəni orada meyvə gətirəcək, bəhrə gətirəcəkdir, də o işə qoyulacaqdır. Şeyin borcu var. Zübeyir'in borcu var idi. O borc ödənməli idi.
Çıxırdı Zübeyir 4 mövsüm deyirdi ki, kimin borcu varsa da gəlsin ödəyək. Kimə borcu varsa da, çünki əmanət götürüb saxlayır, əmanətləri borc kimi saxlayırdı özündə Zübeyir. Hər il çağırırdı, hər mövsüm çağırırdı, 4 mövsüm. 4 mövsüm keçdikdən sonra onlar arasında nə edir? Bölgünü aparır. 1/3 bak kendini Zübeyir Arba nisbət. Zübeyir'in 3/1 şey için miras bölünendə birinci vəsiyyət yerinə getirilir, borc ödənilir, vəsiyyət yerinə getirilir 3/1. Sonra yerdə qalan bölüşdürülür. Bölüşdürəndə Zübeyir'in 4 arvadı olur. Radiyallahu anh'ın 4 arvadı olur. Onlar öz paylarını götürürlər. Hərəsi əlfin və miyyətə əlf. Təsəvvür ki, hər qadına 4 mövsümdə artıq da pul böyle yerdə qalan mal yönətər olsa da, demək, hər qadına nə qədər düşür? 1.200.000. Bütün malın hamısı isə 50.200.000 olubdur. Subhanallah. Hədis Buxarıda gəlir. Yəni burada nədir? Zübeyir radiyallahu anh əmanəti yerinə yetirmək, sahiblərini qaytarmaq istəyirdi deyə Allah da onu qaytardı ona. Təsəvvürlə. Baxmayaraq ki, onlar əmanəti vermişlər, bu borc kimi öz boynuna yazmışlar, amma borc deyildi yəni. Qorxurdu ki, itər, deyirdi ki, qoy borc kimi saxlayayım özümdə. Və Allah Teala müvəffəq edir, olanların o borcu qaytara bilirlər. Hətta artıqlaması ilə öz üzərində qalır. Yəni burada əmanəti qaytarmağa əmr olunmaq, əmanəti yerinə yetirməyə əmr olunmaq bölümü idi ki, yəni hər birimiz bu sifətlərdən sifətlənməliyik. Əmanəti öz sahiblərinə qaytarmaq. Allah Teala səbəb ki, bizlərə istifadələr eləsin. Gələn səfərki bölüm 26-cı bölümdür. Zulmun haram olması və məzalimləri qaytarmağa əmr olunması. Yəni kimə ki zulm edilirsə, götürülürsə, onların qaytarmağa əmr olunması.